Salam dəyərli izləyicilər, belə bir sual verilir ki, Bərdə şəhərinin 8-10-cu əsr tarixi üçün səcəvidir. Alisi xəlifə tərəfindən vergilərdən azad edilmişdi. Xeyr, cizyə vergisi alınırdı. Vergilərdən azad olunmamışdı. Deməli, bu səhvdir. Ərəb Əmirliyi mərkəzini çevirmişdi, bəli. 705-ci ildə Albaniya süquta uğradıqdan sonra əmirliyin mərkəzi, Qafqazda yerləşən əmirliyin mərkəzi Bərdə şəhərinə çevirmişdi, düzdür. Ərazisində Şəddadilər tərəfindən müstəqil əmirlik yaradılmışdı. Şəddadilər tərəfindən müstəqil əmirlik yəni Dəbil əmirliyi. Dəbil əmirliyi Bərdədə yerləşmir. Deməli, bu yanlışdır. Şirvanşahlar dövlətinə birləşdirmişdi. Bərdə bəli, 8-9-cu əsrlər, 10-cu əsrlərdə Şirvanşahlar dövlətinə birləşdirilib. Çünki 10-cu əsrin 80-ci illərində Bərdə, Şabran, Qəbələ və Dərbənd əraziləri deməli Şirvanşahlara birləşdirmişdi. Deməli doğrudur. Slavyanların hücumuna məruz qalıb 944-cü ildə. Bu da uyğundur. Deməli sualın doğru cavabı 2, 4, 5, yəni Y variantı olacaqdır. Diqqətiniz üçün təşəkkür edirik.